Orta gün qonaqlarımızla davam edir təbii ki. Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı tədbirlər görüləcək. Bununla bağlı dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən dəymiş fəsadların aradan qaldırılması üçün 85 milyon manatdan artıq vəsait ayrılıb. Bu barədə danışacağıq. Qonağımız millət vəkili Ceyhun Məmmədovdur. Salam Ceyhun müəllim. Xoş gördük sizi. Ceyhun müəllim, bilirsiniz ki, ümumiyyətlə bu sel və daşqınlar zamanı bunun miqyası biraz geniş oldu. Həm Bakıda bir sıra əraziləri belə deyək ki, əhatə elədi. Bu həm Xətai rayonu, həm Nərimanov rayonu, Keşlə qəsəbəsi dediyimiz ərazilər, həm elə Binəqədi rayonu, digər buradan sonra elə Sumqayıtın özünü, hətta bölgələrimizi də və say və ilaxır. Ümumiyyətlə bu zərər dəyən yerlərin belə masştabı böyükdür. Ümumiyyətlə soruşmaq istəyərdim ki, bu vəsaitin effektli şəkildə istifadə edilməsi üçün hansı addımlar atılacaq? Birinci onu qeyd etmək lazımdır ki, həqiqətən də bugün biz dünyada, eləcə də ölkəmizdə iqlim dəyişikliyini müşahidə etməkdik. Yəni, baxın, aprel ayıdır, hələ də havalar soyuqdur və ümumi götürdükdə isə bu dövrdə biz yağıntıların çox olduğunu gördük və bu təkcə Azərbaycanda yox. Dünyanın bir sıra ölkələrində ciddi fəsadlar yaratdı. Misal üçün, istər Birləşmiş Ərəb Əmirliyi olsun, istər Türkiyə olsun və ayrı-ayrı ölkələrdə biz bu fəsadları gördük və Azərbaycan da təbii ki, bu prosesdə ciddi əziyyət çəkdi. Amma onu xüsusi qeyd etmək lazımdır ki, Cənab Prezidentin tapşırıqlarına əsasən müvafiq dövlət qurumları mütəşəkkil bir formada bu problemin qarşısını almağa çalışdılar. Hələ də bugünə kimi bu sahədə çalışan dövlət qurumları bu fəsadların aradan qaldırılması üçün addımları atmağa davam edirlər. Bəzi yerlərdə hələ də bu fəsadlar qalır və Cənab Prezidentin sərəncamı bu baxımdan çox önəmlidir və burada bir neçə qurum hansı ki bu işlərlə məşğuldular, onlara bu vəsait ayrılıbdır. Və ən önəmli məsələlərdən biri isə burada dəqiq göstərilib. Yəni, hansı qurumlara, hansı vəsait ayrılır və eyni zamanda bilirsiniz ki, burada bir tədbirlər planı da var və orada da konkret göstərilib ki, hansı istiqamətdə və hansı formada bu vəsaitlər xərclənəcək. Burada söhbət ondan gedir ki, bu vəsaitlər ayrılarkən zərərlər ciddi bir formada təhlil olunub, hansı qurumun nə qədər vəsaitə ehtiyacı var, onlar müəyyənləşdirilibdir və burada artıq dövlət qurumlarının üzərinə bir vəzifə düşür ki, onlar bu vəsaitdən səmərəli və effektiv istifadə etsinlər. Ümumiyyətlə, son vaxtlar biz xüsusilə Maliyyə Nazirliyinin, Hesablama Palatasının bu istiqamətdə fəaliyyətlərə ciddi bir nəzarəti həyata keçirdiyini görürük. Və burada vətəndaşlara kompensasiyaların verilməsi məsələsi var. Eyni zamanda rayonlar üzrə, ərazilər üzrə də bu fəsadların aradan qaldırılması istiqamətində Cənab Prezidentin tövsiyələri var. Bilirsiniz ki, aidiyyatı qurumlar eyni zamanda müşavirələr keçirdilər, birgə baxışlar həyata keçirdilər və gələcəkdə bu cür halların baş verməməsi üçün müvafiq tapşırıqlar verildi və qurumlar da qeyd etdiyimiz kimi birinci vəsaitin səmərəli xərclənməsinə çalışmalıdırlar və buna ciddi bir nəzarət var. Yəni, son dövrlər biz yoxlamalarda da bunu görürük ki, xüsusi tapşırıqlar var və hər bir qurum bu vəsaiti səmərəli xərcləmək üçün addımlar atır və eyni zamanda burada buna paralel olaraq da təbii ki, işin keyfiyyətidir, işin yüksək səviyyədə həyata keçirilməsidir. Çünki ola bilər ki, biz növbəti mərhələdə də bu cür fəsadları görə və bu cür normadan artıq yağıntılarla qarşılaşa bilək. Hesab edirəm ki, əsas odur ki, ciddi tapşırıqlar verilib, aidiyyatı qurumlar bu istiqamətdə çalışırlar və ən qısa vaxtda bu fəsadların aradan qaldırılması üçün müvafiq dövlət qurumları tədbirləri həyata keçirəcəklər. Ümumiyyətlə, burada yol infrastrukturu istər olsun, su sistemi ilə bağlı, çirkəb sularla bağlı və eyni zamanda burada bilirsiniz ki, icra hakimiyyətlərinə də müəyyən bir vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da bir kompleks yanaşmanın
həyata keçiriləcəyini bizə deməyə əsas verir. Ceyhun müəllim, hər zaman biz deyirik ki, Azərbaycan sosial bir dövlətdir. Bu prinsipin tərkib hissəsi olaraq praktiki nəticələri özündə necə daşıya bilir? Məsələn, bundan əvvəl də yadınızdadırsa, Şamaxıda belə bir hadisə baş vermişdi. Azərbaycan prezidenti sakinlərlə görüşmüşdü. Daha sonra biz pandemiya dövründə ilə Covid məsələsini belə deyək ki, yadımıza sala bilərik, xatırlaya bilərik ki, dövlət hər zaman Azərbaycan xalqının, insanların yanında oldu və dövlətin əsas prioritetlərindən də biri insanların rifahı üçün əldə etdiyi, ümumiyyətlə müəyyən olunan bu prinsipləri həyata keçirməkdir. İstəyirəm bu məsələlərə də toxunaq. Bəli, bu əslində çox vacib bir məsələdir. Yəni, baxın, bu son hadisələrlə bağlı 86 milyona yaxın vəsaitin ayrılmasından söhbət gedir və bu bilavasitə Cənab Prezidentin ehtiyat fondundan ayrılacaq. Burada tamamilə doğru qeyd etdiniz ki, bu ilk dəfə deyil. Yəni, biz illər boyu, misal üçün, Kür çayının daşması ilə bağlı müəyyən fəsadların yarandığını gördük bir neçə il bundan əvvəl. Biz eyni zamanda istər Şamaxıda, ondan əvvəl Zaqatalada, bir sıra bölgələrimizdə zəlzələ nəticəsində insanlarımızın evlərindən didərgin düşdüyünün və çətin bir şəraitlə üzləşdiyinin şahidi olmuşuq. Covid dövrü çox ağır bir dövr oldu. Yəni, bu dövrdə, pandemiya dövründə dövlətimiz həm sahibkarlara, həm vətəndaşlara böyük bir qayğını və böyük bir diqqəti göstərdi. Və bunun eyni zamanda xüsusi qeyd etmək lazımdır ki, biz nümunələrini işğaldan azad olunmuş ərazilərdə də görürük. Yəni, dövlət torpağı azad etdi. Cənab Prezident bu torpaqların azad olunması ilə işini bitmiş hesab etmədi. Yəni, baxın, 10.000 kvadrat kilometr ərazidə necə böyük quruculuq, abadlıq işləri həyata keçirilir və bütün bu işlərin hamısı dövlət vəsaiti hesabına görülür. Yəni, bu mənada Azərbaycan dövləti həmişə sosial layihələrə, ümumiyyətlə əhalinin rifahının, güzaranının daha da yaxşılaşdırılmasına xüsusi önəm verir. Və burada bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, bilirsiniz ki, ümumiyyətlə beynəlxalq sistem biraz fərqlidir. Sığorta sistemi var, sığortalanması var. Əslində uzun müddətdə çağırışlar səsləndirilir və hesab edirəm ki, biz fürsətdən istifadə edib vətəndaşlara da müraciət etməliyik ki, onlar özləri də bu proseslərdə maraqlı olmalıdırlar. Yəni, söhbət evin sığortasından gedir. Evlərin düzgün tikintisindən söhbət gedir. Bilirsiniz ki, təəssüf ki, Keşlərdə biz çox xoşa gəlməz bir hadisənin şahidi olduq. İndi dövlət qanunlar qəbul edir. İndi son vaxtlar bu sahədə xeyli tənzimləmələr həyata keçirilir və ümumi təhlil onu göstərir ki, bu cür problemlər daha çox sənədsiz evlərlə bağlı, bəzən sığortasız evlərdə. Bəli, sığortasız evlərlə bağlı yaranır, amma dövlət yenə də hər zaman öz məsuliyyətini üzərinə götürdü. Cənab Prezident müvafiq tapşırıq verdi ki, bütün vətəndaşların məmnunluğu üçün dövlət gərəkən bütün addımı atmalıdır və bu vəsait də dövlət büdcəsindən ayrılmalıdır. Ceyhun müəllim, mən bu sığorta məsələsinin üzərində dayanmaq istəyirəm. Biraz aydınlaşdıraq bu məsələni. Əslində qanunda da var. Mən səhv eləmirəmsə, hər bir şəxs öz yaşadığı evi sığortalamalıdır. Bu halda bunun belə hallar baş verəndə bunu sığorta şirkəti qarşılayır. Amma Azərbaycan prezidenti belə deyək ki, bir jest elədi indi. Bir mənalı. Yəni nəzərə almadı həmin evləri ki, bu sığortalıdır yoxsa sığortalı deyil, deyilmi? Ümumiyyətlə maraq necədir? Mən bilirəm ki, bu qanun layihəsində də var bu məsələlər əksini tapıb. Ümumiyyətlə o evlərin çoxu mu sığortalı deyil? Baxın, ümumiyyətlə burada çox önəmli bir məsələyə biz gəldik. Təbii ki, dövlət həmişə, xüsusilə də Cənab Prezidentin çox ciddi tapşırıqları var. Bunu xüsusi qeyd etməliyik ki, dövlət vətəndaşın rifahı üçün, güzaranının yaxşılaşdırılması üçün bütün addımları atır. Və bu da dövlətin öz missiyasını uğurla yerinə yetirdiyini göstərir. Amma ümumiyyətlə bizim bugün cəmiyyət olaraq da yaşadığımız bir sıra problemlər var. Təbii ki, bu selin yağış sularının miqyası çox böyükdür. Amma bugün problemlərdən biri odur ki, bəzən vətəndaşlar qanunsuz yollarla
evlər tikirlər, inşa edirlər. İndi biz Milli Məclisə qanunu dəyişdik, işıqla bağlı, qazla bağlı, suyla bağlı. Əvvəl sənədsiz evlər rahat bir şəkildə bunları həyata keçirə bilirdilər. Amma son dəyişikliklərə əsasən bu prosesin də qarşısı alındı və indi biz yalnız bu yağış zamanı yox, tez-tez sizin kanal olsun, başqa kanallarda vətəndaşların müxtəlif müraciətlərini görürük. Və təhlillər aparıldığı zaman, xüsusilə su ilə təminat olsun, çirkab sularla bağlı olsun, yollarla bağlı olsun, burada bir sıra hallarda prosesin düzgün getmədiyini biz şahidik. Yəni, baxın, indi bu Keşlədə kollektorun üzərində evin tikilməsi bu həqiqətən heç cür başa düşülən və qəbul edilən bir məsələ deyil. Yəni, vətəndaş özü də bir məsuliyyət hiss etməlidir. Vətəndaş özü də, indi orada normalar var. Siz hansı məsafədə evi tikə bilərsiniz? Amma kollektorun üzərində yox təbii ki. Yəni orada göstərilib, elektrik naqilləri keçirsə, qaz xətləri keçirsə, çirkab sular keçirsə, bunlar hamısı sənədlərdə göstərilibdir. Ona görə vətəndaşlar bu proseslərdə çalışmalıdırlar ki, özləri də qanuna əməl etsinlər və təbii ki, dövlət qurumlarda. Qaldı ki, sığorta ilə bağlı məsələyə biz onu xüsusi qeyd etməliyik ki, dövlətin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ümumiyyətlə bu sığorta sistemi, bank sistemi Azərbaycanda deyə bilərik ki, ən inkişaf etmiş sahələrdən biridir. Yəni, xüsusilə sığorta sistemi artıq Azərbaycanda işləyir və bu sahədə çalışan çox ciddi bizim maliyyə şirkətlərimiz var, sığorta şirkətlərimiz var və burada elə fürsətdən istifadə edib bu vətəndaşlara da bizim müraciət etməliyik ki, artıq bizdə bu mədəniyyət, bu ənənə formalaşmalıdır. Çünki bilirsiniz, nəyə görə? Bəzən görürsən biri ev yanır və sonra sığortası olmadığına görə vətəndaş özü əziyyət çəkir. İndi dövlət böyük məsələlərdə bu məsuliyyəti öz üzərinə götürür. Tutaq ki, fövqəladə bir hal baş verdi, indi Şamaxı ilə bağlı oldu, Kür çayı daşdı, tutaq ki, indi Zaqatal oldu. Bəzi məsələlər var ki, dövlət halbuki bunu vətəndaşa bəzi hallarda deyə bilərdi ki, siz özünüz gedib sığortalamalıydınız evinizi. Evi düzgün yerdə tikməliydiniz, sənədləşməni düzgün aparmalısınız. İndi dövlət öz üzərinə düşəni edir, amma qanunvericilik baxımından, prosedur baxımından sığorta sistemi Azərbaycanda ideal bir formada çalışır. Burada sadəcə vətəndaşlar özləri bu prosesin qanuni yolla həllinə, həyata keçməsinə çalışmalıdır. Biz siz gəlin açıq danışaq, indi bəzən müxtəlif situasiyalar olanda vətəndaşlar daha çox dövlətlə bağlı müxtəlif fikirlərini bildirirlər. Amma bizim də vətəndaş kimi üzərimizdə bir məsuliyyət var ki, ev tikdiyimiz zaman qanunun tələblərini yerinə yetirək. Tutaq ki, artıq sığorta sistemi varsa, istər bu biznes sahələri ilə bağlı olsun, evlərlə bağlı olsun, bu sistem bizdə artıq işləyir. Müəyyən bir vəsait köçürməklə vətəndaş öz əmlakını sığortalaya bilər. O mənada qanunvericilikdə bu məsələlər tam əksini tapıb. Mən inanıram ki, misal üçün artıq sağlamlıqla bağlı deyə bilərik ki, biz xeyli bu məsafədə dövlət olaraq irəliləmişik. Yəni, bu yaxşı bir mexanizm kimi artıq formalaşıb insanlar... Yəni, yəqin ki, icbari tibbi sığortanın nəzərdə tutulur. Artıq bu sistem, mən inanıram ki, yavaş-yavaş bu əmlakla da bağlı digər məsələlərlə də yavaş-yavaş tam formalaşacaq, insanlar buna özləri əməl edəcəklər. Amma hər bir vətəndaş da bilməlidir ki, bütün hallarda dövlət onun yanındadır və fövqəladə hallarda, xüsusilə də bəzi force major hallar olur ki, burada artıq biz həmişə dövlətin dəstəyini görürük. Necə ki, bu yağışlar vaxtında biz gecə-gündüz dövlət qurumlarının işlədiyini və çalışdığını gördük. Aydındır. Yəni, mən bir məsələdə istərdim diqqət çəkək. Pandemiya dövründə, az öncə biz xatırladıq,
müəyyən qədər sakinlərə, əhaliyə dəstək var idi. İşsiz sakinlərə də müəyyən bir kompensasiyalar ödənmişdi o dövrdə. Sonra Azərbaycanın özü vaksinlər gətirərək pulsuz şəkildə insanları həmin o vaksinlərlə təmin edirdi. Ümumiyyətlə, Azərbaycan bir sosial dövlət kimi bugün özünü necə xarakterizə edə bilir? Siz gəlin məsələyə belə yanaşaq. Yəni mən düşünürəm ki, bu siyasəti dünyada keçirən dövlətlər, həyata keçirən dövlət çox azdır. Yəni bəzən biz müxtəlif paralellər aparırıq, amma mən düşünürəm ki, pandemiya dövründə cənab prezidentin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi sosial siyasətin analogu yox idi. Yəni o mənada ki, bütün sahələr üzrə, parametrlər üzrə dövlət öz dəstəyini göstərdi. Nəinki öz vətəndaşına qarşı, xaricdəki vətəndaşlara qarşı, xaric dövlətlərə qarşı, xatırlayırıq Türk respublikalarına qarşı, BMT-də cənab prezident məsələ qaldırdı. Bu demək, vaksinlərin paylanmasının ədalətsizliyi ilə bağlı və s. məsələlərlə bağlı və vətəndaşlara gəldikdə isə tamamilə doğrudur. Yəni, birinci vətəndaşların sağlamlığının qorunması məsələsidir. Bu, çox ciddi bir formada həyata keçirildi. Vaksinlər məsələsi ən yüksək səviyyədə həyata keçirildi. Halbuki, həmin dövrdə bir çox dünya dövlətləri vaksin çatışmamazlığından əziyyət çəkirdilər. Hətta ən inkişaf etmiş ölkələr belə bu vaksinləri bölməkdə çətinlik çəkirlər və əldə etməkdə. Amma Azərbaycan bunu bir çox kanallar vasitəsilə təmin etmişdir. Və burada ən önəmli məsələlərdən biri, pandemiyanın ən çox zərər vurduğu sahələrdən biri biznes idi. Yəni, iqtisadi sahə idi, iş adamları idi. Yəni, burada da yenə dövlət öz rolunu ciddi bir formada oynadı. Söhbət ondan gedir ki, həmin müddətdə iş adamlarına dövlət öz dəstəyini göstərdi, onlara maliyyə yardımları verildi. Çünki o dövr çox ağır bir dövr idi. Çünki fəaliyyət göstərmək, işi qorumaq, biznes mühitini qorumaq, iş adamlarına dəstək olmaq. Yəni, vətəndaşı təkcə yox, bütün sahələri dövlət fikirləşdi və burada əsl sosial dövlət mövqeyini və missiyasını ortaya qoydu. Yəni, burada bilirsiniz ki, vergilərlə də bağlı, maliyyə dəstəyi ilə də bağlı çox mürəkkəb bir dövr idi. Hətta cərimələrlə də bağlı, müəyyən məsələlərlə də bağlı. Yəni, bir kompleks yanaşmanı dövlət ortaya qoydu və deyə bilərik ki, bu sınaqdan, bu imtahandan ən üzü ağ və ən az zərərlə çıxan dövlətlərdən də biri məhz Azərbaycan oldu və burada da yenə də biz onu xüsusi vurğulamalıyıq ki, bu cənab prezidentin burada da yenə vətəndaşın yanında olması, vətəndaşın rifahını düşünməsi, güzaranını düşünməsi, dəstəyini hiss etdirməsi yenə də özünü açıq şəkildə büruzə verdi və hər bir vətəndaş hiss elədi ki, dövlətin ona bir dəstəyi var, ona bir himayəsi var. Bu dəstəklər olmadan, bu kömək olmadan, çünki bilirsiniz də bir çox insanlar evlərdən işləməyə başladılar, təhsil sahəsi, iş sahəsi, media sahəsi ən ideal səviyyədə bu proses tənzimlədi və bu da yenə də ona gəlir ki, dövlətin o sosial siyasəti, vətəndaşın sosial rifahının nə dərəcədə düşünməsi məsələsi özünü o dövrdə də çox açıq şəkildə bir ortaya qoydu. Bu, vaksinlərin gətirilməsi asan məsələ deyildi. Yəni, bir neçə dəfə bizim insanlarımız istifadə etdilər. Onların hamısı da dövlət tərəfindən ən yüksək səviyyədə təmin olundu. Cənab, mən istəyirəm digər bir məsələdə də paralellər aparaq. Deməli, büdcə müzakirələrində həmişə yeganə sahədir ki, sosial sahəyə kifayət qədər çox belə deyək ki, vəsait ayrılır. Bu, sosial sahənin geniş olmasından irəli gəlir, yoxsa başqa məsələlər də var? Yox, burada gəlin belə baxaq. İndi biz bəzən müxtəlif yanaşmaları görürük, tənqidi yanaşmaları da görürük, amma mən düşünürəm ki, biz hər zaman ədalətli bir mövqeyini ortaya qoymağı bacarmalıyıq. Yəni, söhbət ondan gedir ki, bugün Azərbaycan büdcəsində ən böyük vəsait ayrılan sahələrdən biri sosial sahədir. Yəni, söhbət milyardlarla vəsaitdən gedir. Yəni, bir neçə sahə var ki,
Burada sosial sahədir, müdafiədir, təhsildir, ümumiyyətlə bəzi sahələr. Sosial sahənin istiqamətləri də, yəni Bəli, təbii ki, yəni xüsusilə də baxın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yəni bu qurumun agentlikləri var. Bu qurum çox böyük bugün işlərlə məşğuldur və strategiya ilə məşğuldur və burada söhbət nədən gedir? Mən düşünmürəm ki, dünyanın hansı ölkəsində ola bilər, bir-iki ölkəsində olsun, amma Azərbaycanda bugün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri iş qurmaq istəyən insanları avadanlıqla təmin edir. Heyvanlar insanlara təqdim olunur, iş yerləri yaradılır, əlavə olaraq pensiyalar verilir, əlavə olaraq müavinətlər verilir və bunlar böyük bir vəsait tələb edir. Və ona görə də dövlət büdcəsində bu vəsaitin bu qədər ayrılmasının əsas səbəbi vətəndaşa dövlətin qayğısını hiss etdirməkdir. Təbii ki, indi bəzən müavinətlərin və s. məsələlərin məbləği ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Amma bu zamanla həllini tapacaq məsələlərdir. Yəni burada çox məsələlər var. İstər insanların sağlamlığı ilə bağlı olsun, iş yerləri ilə bağlı olsun, məşğulluqla bağlı olsun və burada çox ciddi məsələlər var ki, dövlət onları öz üzərinə götürərək həlli üçün addımlar atır və bu vəsaitin də bu qədər ayrılmasının əsas səbəbi dövlətin özünün sosial dövlət olmaq imicini hər zaman olduğu kimi həm nümayiş etdirməkdir, həm də qorumaqdır. Aydın oldu. Çox sağ olun, təşəkkür edirəm Ceyhun müəllim. Minnətdaram sizə. Qeyd edək ki, Prezident sel və daşqınlarla mübarizə üçün ayırdığı 80 milyon manatdan çox vəsaitin müzakirəsindən və digər məsələlərdən danışdıq. Qonağımız isə millət vəkili Ceyhun Məmmədov idi.